Hər kəsə salam. Bugünkü buraxılışımızın qonağı Azərbaycan Respublikasının tanınmış hüquqşünası Tağı müəllim Hüseynov. Tağı müəllim salam. Aleyküm salam. Necəsiz? Təşəkkür edirəm, yaxşıyam. Siz də yaxşı olasınız. Çox sağ olun. Özünüzü qısa olaraq təqdim edin. Azər Hüquq Mərkəzi MMC-nin direktoruyam, həm də təsisçisiyəm. Əslində tək hüquqşünas kimi yox, yəni mənim başqa sertifikatlarım da var. Bu psixologiya ilə bağlıdır. NLP üzrə masterəm, NAT üzrə masterəm, Psyche-Varon üzrə masterəm. İnsan tanıma, gizli idarə etmə, hipnoz, yalanın ifşası, profiler. Bütün bunların hamısında təbii ki, peşəmə xeyrinə olsun deyə daha da insanda peşəkarlıq artırılması ilə bağlı. Bunları da öyrənmişəm ki, bunlar mənim işimdə mənə kömək edir. Hüquqşünas sənətinin digər sahələrdən çətinliyi və özəlliyi nədir? Çətinliyi, misal üçün, bizim yanımıza ancaq dərdli adamlar gəlir. Yəni, 99% problemli insanlar gəlir və o problemlərin də ki, bizə danışılmasında bilirsiniz ki, bir hissəsində olsa biz onu götürürük. Yəni, mən empati qurmasam, onlara istədiyim kimi bəlkə də kömək edə bilmərəm. Bacardığım qədər bütün mənim qəbulumda olan, mənə müraciət edən vətəndaşların dərdinə şərik olmağa çalışıram və onlarla empati qururam təbii ki. Bu da məni biraz negativdən yükləyə bilir. İşte gəl, bizdə çox ciddi bir davranışlar olmalıdır. Bundan əlavə, misal üçün, mən düşünürəm ki, bizim peşəyə kimi, tutaq ki, həkimlikdə də elə bir şey var. İnsanın sağlamlığı ilə, həyatı ilə oynamaq olmaz. Və bizdə də adi bir sözün səhv yazılması belə insanın taleyini dəyişdirə bilir. Ona görə də bütün əməkdaşlarımıza mən həmişə bu tapşırıqları verirəm ki, mühümdür. Çox ciddi olmaq, ayıq sahibi olmaq, bilmədiyini soruşmaq, yəni heç bir işə dırnaq arası yanaşmaq olmaz. Ona görə də bu işin doğrudan da çətinliyi baxasınız buradadır. Hüquqlarını bilməyən insanların itirdikləri nələrdir? Əlbəttə ki, hüququnun bilinməməsi belə deyək, ayıb olmasa da, amma öyrənmək lazımdır, soruşmaq lazımdır və onların istər maddi, istər mənəvi, hətta fiziki cəhətdən də elə vaxt problemləri yaşana bilər ki, hüququnu bilmədiyinə görə onun yaxşılaşdırılması ilə bağlı vətəndaş heç nə edə bilməsin. Misal üçün deyirəm, bizdə tip ödənişsizdir, bilirsiniz, dövlət xəstəxanalarında və adamın harasa bir ağrıya bilər və o pula görə, belə deyək də, həkimlə dil tapa bilməli. Bilməlidir ki, bəli, dövlət müəssisəsində bu pulsuzdur, ödənişsizdir. Və yaxud da ki, mənəvi zərər vurursa kimsə kiməsə, məhkəmə qaydasında həmin o mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə müraciət eləmiyorlar və eləcə də maddi zərər. Bir sözdən hamısında hüquqların bilinməsi insan üçün çox əhəmiyyət kəsb edir. Sizə ən çox müraciət olunan hüquqi çətinliklər nələrdir? Əfsuslar olsun ki, gündəmdə olan məsələlər ailələrin boşanmasıdır, ayrılmasıdır, aliment davalarıdır, əmlak davalarıdır. Bankla da problemləri olan var, amma artıq bank problemlərini, boşanmaq problemləri təxminən bir 10 dəfə üstəliyib. Bank problemləri daha çoxdur, boşanmalar da var. Bəli, yəni təsəvvür edin ki, elə gün olmur ki, biz boşanma ilə bağlı bizə müraciətlər olmasın. Bu bizə əslində ağrılayır, çünki mən marağımda deyiləm insanların boşanmağının və bacardığım qədər onları barışdırmağa çalışıram. Lakin görəndə ki, artıq alternativ yolu yoxdur, heç cür mümkün deyil. O halda mən hüquqi yardım məsələsində vətəndaşa kömək edirəm. Bugünkü qanunvericilikdə boşluqlar varmı? Bu boşluqların insanların hüquqlarını qorunmasına nə kimi maneələr yaradır və onlardan bir neçəsini misal gətirə bilərsiniz bizə? Boşluqların çox olmasını mən ümumiyyətlə efirlərdən çox vurğulamışam. Təsəvvür edin ki, misal üçün, elə bayaq danışdım bu ailə məsələlərində. Evlənəndə heç kim ailə məcəlləsini qabağına qoyub demir ki, burada mənim hüququm budur, vəzifəm budur. Bu ailə məcəlləsi, necə deyirlər, işə düşüb çox vaxt boşanandan sonra. Yəni, bu kitabı biz elə bil ki, boşanandan sonra istifadə edirik. Mən çox istəyərdim ki, ər və arvadın birgə nicah dövründə olduğu ərəfələrdə
onların hüquqları və vəzifələri orada açıq-aşkar yazılsın. Başa düşürəm, orada bəzi şeylər var ki, onu bizim öz ixtiyarımıza buraxırlar. Çünki min illiklərdən süzülüb gələn bizim milli mənəvi dəyərlərimiz var. Unutmuruq ki, misal üçün, ailə dəyərləri də onun içindədir. Ola bilsin ki, düşünürlər elə hamı o dəyərlərə əməl edərək idarə edir ailəni. Amma əfsuslar olsun ki, bəzi ailələrdə o dəyərləri heçə sayıb xaricdən, belə deyək də, xarici ölkələrdən, xüsusən qərbdən götürdükləri bəzi nümunələr olur, yəni yanlış nümunələr və ondan istifadə edib ailənin dağılmasına gətirən hansısa bir əməllərə sahib olurlar, yəni əməllər törədirlər. Mən misal üçün çox istəyərəm ki, ailə məcəlləsində köklü dəyişikliklər olsun, hətta alimentlə də bağlı. Çünki bizdə əmək haqqı əslində icazə vermir ki, mənim 3 uşağa alimenti ödəyirəmsə, təsəvvür edin ki, artıq o demək ki, maaş da gedir, özümə də heç nə qalmır, növbəti dəfə ailə qurmaq şansım da olmur və evdə xəstə anam, atam varsa onlara da baxa bilmirəm. Yəni, mən məhv oluram, ancaq mənim, belə deyək də, alimentim ödənilir həmin o uşaqlara. Təbii ki, biz uşaqlarımıza baxmalıyıq, burada heç bir, belə deyək də, söhbət gedə bilməz, amma mən istəyərdim ki, balans qorunsun. Kişilər arasında belə bir söhbət gəzir ki, aliment aşağı düşsə, boşanmalar olmaz. Çünki xanımlar düşünür ki, hər uşağa 246 manat aliment alacam, misal üçün 2 uşağı alacam, misal üçün 500 manata yaxın pul və harada da işləsəm bir 600-700 manat da oradan alacam, normal pulumu qazanıramsa, mən deyirəm belə, sizdə belə bir şeylər olur. İnanırsınız, burada gülüş var, amma kinayəlidir, burada elə deyək də, qara yumurdur əslində. Biz çox, ona görə də əfsuslar olsun ki, bundan əziyyət çəkirik. Bizim cəmaatımız, bizim vətəndaşlarımız əziyyət çəkir. Ümumiyyətlə, istəyərdim Milli Məclis bununla bağlı hansısa bir qərarla dəyişikliklər eləsin ki, yazıqdır bu ailələrdə bu formada boşanmaların artmasını dayandırmaq lazımdır. Hüquqşünas olmaq istəyənlər nəyə diqqət etməlidirlər? Əslində, hüquqşünas olmaq mənə görə elə özü də bir şərəfli peşədir və onun məsuliyyətini daşıya bilən insan hüquqşünas olsa yaxşıdır. Çünki qeyri-ciddi insanların hüquqşünas olması faciəyə gətirib çıxarda bilər. Birinci, ciddi olmalılar. İkinci, yaxşı analitik beyni olmalıdır. Çünki nəzəriyyəni oxumaqla və yaxud da ki, orada yazılan məcəllələrdəki maddələri oxumaqla onu necə tətbiq edəcəm ayrı bir şeydir. Yəni, bunlar başqa bir şeylərdir. Çünki orada artıq onu tövsif eləmək lazımdır, maddəni, həmin o işə. Belə və aratorluğu da bacarmalıdır. Bu da çox önəmlidir. Əgər məhkəmələrdə xüsusən çıxış edəcəklərsə, hakimləri inandırmaq, ümumiyyətlə sözü səlist, ötkəm deməyə bacarığı olmalıdır ki, onların dediyində ifadələr, yəni bədən dili və səs tonu həmin o şeyi təsdiq eləsin dediyini. Hüquqi yardım alarkən nələrə diqqət etmək lazımdır? Mən istəyərdim ki, bizim bütün vətəndaşlar hüquqi yardım alanda qarşısındakının nə dərəcədə peşəkar olmasına birinci diqqət yetirsinlər və bu biraz belə deyək də, bəlkə də insanların ağlından gəlməyən bir şeydir, amma olur elə şeylər və vicdani keyfiyyətlər də lazımdır. Bəzən görürsünüz, mən eşidirəm oradan-buradan ki, hansısa bir vəkil iki tərəflə belə deyək, razılaşdı, bundan belə razılaşıb, qarşı tərəflə də razılaşıb və belə deyək də, bunun işini bada verir. Belə şeylər də olur, çox əfsuslar olsun, yəni yaraşmayan bir şeylərdir. Yəni, nəinki vəkilliyə, kişiliyə yaraşmayan bir şeydir o. Eləcə də xanımlığa da yaraşmaz, amma əfsuslar olsun ki, belə hallar eşitmişik ki, olub. Bəli, buna da, yəni bir peşəkarlığa, bir də insanın, həmin adamın vicdani keyfiyyətlərinə də qoyu fikir versinlər. Başa düşürəm, ola bilsin, tanımadığı insan ola bilər, dildizlə allana bilər, hamı pafoslu danışa bilər, amma yenə də ehtiyatlı olsunlar. Xüsusən müqavilə bağlayanda da rəsmi müqavilə bağlasınlar, yəni ödənişini də rəsmi eləsinlər ki, mən bilim ki, mən uduzduğum halda necə ola bilər və yaxud da ki, qalib gəldiyim halda. Düzdür, qanunvericilikdə, misal üçün, vəkil xidməti ilə bağlı bunun geri qaytarılması nəzərdə tutulmur əslində, elə bir şey yoxdur.
Amma mən hüquq şirkətinin rəhbəri olaraq müqaviləni bağlayanda orada artıq işin alınmadığı təqdirdə, yəni bizə tapşırıq verənin iddiası təmin olunmadığı təqdirdə və yaxud da ki, onun maraqları təmin olunmadığı təqdirdə biz orada ödənişin geri qaytarılması ilə bağlı orada bir bənd var, onu da qeyd eləmişəm. Yəni bizim o müəyyən xərclərimiz çox qısa, kiçik bir xərclər çıxılmaq şərti ilə biz pulu qaytarırıq. Bu da mənim vicdanımın rahat olması üçün önəm kəsb eləyir. Mən istəyirəm ki, heç kimin məndə haqqı qalmasın, ən azından. Reklam sayəsində tanınan dırnaqçı hüquqşünaslarımızı necə tanıyaq? Baxın, əgər siz kifayət qədər təcrübəli deyilsinizsə, yanınızda təcrübəli bir insanla gedib o hüquqşünasla danışsanız daha yaxşıdır. Yəni, ən azından o şəxs hüquqşünasın hansı parametrlərə cavab verməyini o görə bilər. Siz görməyə bilərsiniz, amma o peşəkar adam görə bilər. Və yaxşı olar ki, soruşturasınız həm də. Misal üçün, hansısa bir vəkilin, hüquqşünasın reklamı gedir. Bu adam ən azından bu ölkənin vətəndaşıdırsa, onun barədə müəyyən məlumatlar toplamaq olur ki, bu adam iş prosesində hansı nöqsanlara yol verir və yaxud da ki, nöqsansızdırmı və yaxud da ki, insani keyfiyyətləri necədir və peşəkardırmı, bütün bunları bilmək üçün yenə də soruştursanız daha yaxşıdır. Təbii ki, bu peşəkar olmayanlara aiddir, amma həyat təcrübəsi çox yaxşı, güclü olan adamlar insanı danışdıranda, onun bədən dilindən artıq bilirlər ki, o dediyini öz bədən dilindən təsdiq edir və yaxud da ki, səsinin tonu ilə. Misal üçün, mən onları bildiyimə görə, dediyim kimi, o şeyləri mən sertifikatını almışam, müəyyən təlimlərdə olmuşam, öyrənmişəm ki, hansı hallarda, misal üçün, insan danışanda onun bədən dili onun dediyini təsdiq edirsə, artıq mən qərar verə bilirəm. Təsdiq eləmirsə, deməli, həmin adamdan qaçmaq lazım. Tağı müəllim, hüquqşünas təhsili olan gənclərimiz praktiki təlim üçün sizə müraciət edirlər? Çox olur. Yəni, bugünə qədər bəlkə də onlarla elə bizim tələbələrimiz olub. Siz inanırsınız, indi onların demək olar ki, 90%-i vəkillər kollegiyasının üzvüdür. Sonra hakim köməkçilərimiz var. Hətta başqa dövlət qulluğuna gedənlər də var. Bizdə bilirsiniz, müraciətlərin sayı çox olduğuna görə hər formada ərizənin yazılmasıdır, tərtib olunmasıdır, müqavilələrin yazılması, tərtib olunması. Bunlar var deyə, onlar praktikanı burada daha tez öyrənirlər. Ona görə də hamısı da şükür Allaha ki, uğurlu alınıb. Mən baxıram, çox xoşum gəlir, fəxr edirəm ki, buradan öyrəndilər və indi dediyim kimi vəkillər kollegiyasının üzvləri də var və hakim köməkçiləri var. Buradan salamlayıram onları. Yəni, mənə şəxsən xoşdur. Bəzi halların məhkəməyə getmədən həll imkanı olur? Bəli, bilirsiniz, mediasiya deyilən bir qurum yaratdılar, son zamanlar yəqin bilirsiniz. O qurumun sırf işi elə odur, məhkəmə yükünü azaltmaq üçün vətəndaşlar müraciət edirlər və onları çalışır barışdırsınlar və yaxud da ki, məhkəmənin qərarı olmadan öz aralarında bir barışıq sazişi tərtib edirlər və onu təsdiqləyirlər. Bu da məhkəmə yükünü azaldır, açıq. Ona görə də mümkündür. Son olaraq izləyicilərimizə nə demək istəyərdiniz? Mən izləyicilərimizə onu demək istəyərəm ki, çalışın hüquqlarınızı öyrənin. Hüquqların bilmək insanı həyatda çox qabağa salır. Yəni, baxıb görəcəksiniz ki, nə qədər sizin işinizə yarayır bunu bilmək. Bugünkü buraxılışımızı Ulu Öndər Heydər Əliyevin aforizmi ilə bitiririk. Bir ölkə iki şeydən sarsılar. Günahkar cəzasız qalanda, günahsız cəza alanda.